Salam, Misteri Atlas burada. Bugün size telefonunuzun içindeki gizli təhlükələrdən danışacağam, yəni hər gün istifadə etdiyiniz bir neçə funksiya batareyaya necə zərər verir. Bunu bilmədən telefonunuz daha tez boşalır və batareyanın ömrü qısalır. Videomuzda siz həm bu təhlükələri öyrənəcəksiniz, həm də onları necə məhdudlaşdırmağı, batareyanı necə qorumağı görəcəksiniz. Mən sizə addım-addım göstərəcəyəm ki, telefonunuz daha uzun ömürlü olsun və enerji itkisi minimuma ensin. Hər hissədə real nümunələr, qrafiklər və maraqlı faktlar olacaq ki, məlumat həm əyləncəli, həm də faydalı olsun. Beləliklə, videonu sona qədər izləyin və özünüz də təcrübə edin, çünki bu sirlər telefonunuz üçün çox vacibdir. Gəlin dərhal başlayaq və bu gizli təhlükələri kəşf edək. İndi isə telefonunuzun içindəki gizli təhlükələrə baxaq. Bir çox insanlar bilmir ki, arxa planda işləyən tətbiqlər batareyaya böyük zərər verir. Məsələn, mesajlaşma tətbiqləri, sosial media və oyunlar daim yenilənir, məlumat göndərir və qəbul edir. Bu proses enerji tələb edir və batareyanın sürətlə boşalmasına səbəb olur. Telefonunuz lokasiya xidməti ilə daima yerinizi yoxlayır, GPS aktivdirsə enerji sərfi daha da artır. Bluetooth və Wi-Fi isə hər zaman ətraf cihazları axtarır, bu da batareyanı gizlicə yeyir. Bildirişlər də bir təhlükədir. Hər yeni xəbər, mesaj və ya bildiriş telefonun ekranını yandırır və enerji sərf etdirir. Ekranın parlaqlığı da çox vacibdir. Yüksək parlaqlıq batareyanın ən çox enerji sərf etdiyi funksiyadır. Bütün bu gizli təhlükələr telefonunuzu yavaş-yavaş zəiflədir, amma əksəriyyət bunları fərq etmir. Hətta oyun və ya tətbiq istifadə etmədiyiniz zaman da arxa planda işləyən bu funksiyalar enerji sərf edir. Bu bölmədə sizə göstərəcəyik ki, onları necə tanıyıb məhdudlaşdıra bilərsiniz, beləliklə batareya ömrünüz uzanar. İndi isə gəlin telefonunuzun batareyasını qoruma yollarını öyrənək. Ən vacib üsullardan biri arxa planda işləyən tətbiqləri məhdudlaşdırmaqdır. Parametrlərdə background up refresh və ya arxa plan yeniləməsi seçimlərini deaktiv etmək, batareyanın enerji sərfini xeyli azaldır. Bir digər üsul telefonun doldurma vərdişlərini dəyişməkdir. Ekspertlər tövsiyə edir ki, batareyanı həmişə 20-80% arasında doldurasınız. Telefonu tam 0% salmaq və ya 100% də uzun müddət saxlamaq batareyanın ömrünü azaldır. Fast charging müasir telefonlarda batareyaya zərər vermir, amma həddindən artıq istilik yaratsa problem ola bilər. Temperatur çox önəmlidir. Qışda çox soyuq, yayda isə çox isti mühit batareyanı zəiflədir. Telefonu günəş altında, isti avtomobildə və ya qızdırıcı qarşısında saxlamaqdan çəkinin. Uçuş rejimi də batareyanı qorumaq üçün faydalıdır. Sinyal axtarışı dayandığı üçün enerji sərfi azalır. Zərərli tətbiqləri tanımaq da vacibdir. Bəzi proqramlar gizli enerji sərf edir və batareyanı sürətlə boşaldır. Parametrlərdə batareya istifadəsini yoxlayaraq hansı tətbiqlərin daha çox enerji sərf etdiyini görə bilərsiniz. Bu üsulları tətbiq etməklə telefonunuz daha uzun müddət işləyəcək və batareya daha sağlam qalacaq. İndi isə telefonunuzun gizli funksiyalarına və kodlarına baxaq. Android və iOS telefonlarında bir çox gizli kod mövcuddur ki, onları istifadə edərək batareyanın və sistemin vəziyyətini yoxlaya bilərsiniz. Məsələn, Android telefonlarda 06 kodu ÖMEY nömrəsini göstərir. Batareyanın sağlamlığını yoxlamaq üçün 4636 kodundan istifadə edə bilərsiniz. Bu kod daxil edildikdə telefonun batareya səviyyəsi, temperaturu və digər statistikaları görmək olur. iOS cihazlarda isə Settings Battery Health bölməsində batareyanın maksimum tutumunu və performans vəziyyətini görə bilərsiniz. Telefonun optimizasiyası da çox önəmlidir. Sistem parametrlərindəki optimize və ya battery saver funksiyasını aktiv etmək enerji sərfini azaldır. Bu optimizasiya fon tətbiqlərini məhdudlaşdırır, ekran parlaqlığını tənzimləyir və prosesor işini balanslaşdırır. Telefonunuz daha az enerji sərf edəcək və batareya uzun ömürlü olacaq. Həmçinin bəzi tətbiqlər gizli enerji sərf edərək batareyanı sürətlə boşaldır, amma optimizasiya sayəsində onlar daha az işləyəcək. Bu üsulları bilmək və tətbiq etmək telefonunuzun uzun müddət sağlam qalmasına kömək edir. Unutmayın, gizli kodlar və optimizasiya funksiyaları hər zaman təhlükəsizdir və batareyanı qorumaq üçün faydalıdır.
İndi isə telefon və batareya ilə bağlı ən çox yayılan yanlış inancları və həqiqətləri öyrənək. Bir çox insan deyir ki, telefon gecə şarjda qalanda batareya zədələnir. Həqiqət isə budur ki, modern telefonlarda enerji dolduqda şarj avtomatik kəsilir və batareya təhlükədə olmur. Başqa bir mif, fast charging batareyaya zərərlidir. Əslində, müasir batareyalar sürətli şarj texnologiyasını dözür və düzgün istifadə olunduqda batareyanın ömrünə ciddi zərər vermir. Bəzi insanlar deyir ki, powerbank istifadə etmək batareyaya zərər verir. Həqiqət, keyfiyyətli və sertifikatlı powerbank batareyaya heç bir zərər vermir. Batareyanın tez boşalması həmişə şarj və ya cihazın köhnəliyi ilə bağlı deyil, bəzən arxa planda işləyən tətbiqlər və sinyal problemi səbəb olur. Hətta telefonun çox isti və ya çox soyuq mühitdə saxlanması da batareyanın ömrünü azaldır. Başqa bir yanlış fikir, telefonu gecə boyunca 100% doldurmaq mütləq zərərlidir. Əslində, müasir telefonlar bunu idarə edir və enerji avtomatik kəsilir, amma uzun müddət yüksək temperatur batareyanı zəiflədə bilər. Bu yanlış inancları bilmək sizə telefonunuzu daha düzgün istifadə etməyə kömək edir. İndi isə gəlin videonun nəticələrini və əsas tövsiyələri xülasə edək, batareyanızı maksimum qorumağın yollarını bir daha baxaq. Gəlin videonun əsas məqamlarını xülasə edək. Əvvəlcə, arxa planda işləyən tətbiqlər batareyaya ən çox zərər verən amillərdəndir. Telefonunuzun doldurma vərdişlərini düzgün qurmaq, 20-80% arasında şarj etmək, batareyanın ömrünü uzadır. Fast charging müasir telefonlarda təhlükəsizdir, amma istilik faktorunu unutmayın. Uçuş rejimi batareyanın daha uzun müddət dayanmasına kömək edir. Gizli kodlar və optimizasiya funksiyaları ilə telefonunuzu yoxlayın, lazımsız enerji sərfini azaldın. Yanlış inancları bilmək telefonunuzu düzgün istifadə etməyə imkan verir və batareyanı qoruyur. İndi isə sual sizə, sizcə telefonunuzun ən zərərli funksiyası hansıdır? Şərhlərdə paylaşın və başqaları ilə müzakirə edin. Əgər videonu bəyəndinizsə, like edin və abunə olun. Misteri Atlas ilə texnologiyanın sirlərini kəşf etməyə davam edin və yeni videoları qaçırmayın. Təşəkkürlər, növbəti videoda görüşərik.